Herkese salam, kanalıma hoş gelmişsiniz. Aparıcı Zaur Baxşaliyev sosyal medya hesabında canlı yayımda izleyicilerin suallarını cevaplandırıp o həyat yoldaşı Günay ve övladlarının istirahətə getməsi haqqında da danışıb. Bəzi izleyiciler niye siz getməmisiniz deyə şərh yazıblar. Baxın Zaur onlara necə cavab verib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Siz niye getməmisiniz ailənizlə? Oğlum qoyun birbirimizdən ayrı bir rahat olaq da. Bəlkə o da mənsiz bir beynini 10 gün dincətmək istəyir. Bəlkə istəyir ki, məsələn, ayaqla bu səskil köydən, insandan, hər bir insanın bir relaks dünyası var da. Siyam əkizi deyilik ki, ər-arvadır. Birbirimize yapışmalı deyilik ki, həmişə. Vallahi da insan nə qədər də canciyər olsan, qan bir qəlb olsan, bacı qardaş olsa belə, ata balı olsa belə, ana balı olsa belə, heç olmasa bir-birindən bir müddət bir aralı qalmaq istəyən ki, beyin refresh olsun insanın insana qarşı. Arıqladım, hə? Yo. Özümə niyə təsəlli verirəm ki, deyilə bir ki, məni aparmayıblar. İstəmirəm deyə məni aparmayıblar. Əslində elədir. Valla burada en sakit olduğum yerde. Buranın adını desem tökülüşüp gələrsiniz, lazım deyil. Qoyun rahat oturmuşuq. Bax, yaman da gəlirlər axı. Azərbaycanda elə şey yoxdur, fanat ordusu, nə bilim nə. İki kəlmə deyərsən, sonra gedər adam biabr olar. Deyərsən ki, məsələn, ay fanatlarım gəlin bura. Deyirsən ki, 2 nəfər gəlib oturub səni gözləyir. O da nəyə gəlirsən? Mənim biraz imkan yoxdur, ehtiyacım yoxdur. Lazım mənə biraz pul verə bilər. Allah olsun. Siyam əkizi deyilik ki, ər-arvadır. Birbirimize yapışmalı deyilik ki, həmişə. Vallahi da insan nə qədər də canciyər olsan, qan bir qəlb olsan, bacı qardaş olsa belə, ata balı olsa belə, ana balı olsa belə, heç olmasa bir-birindən bir müddət bir aralı qalmaq istəyən ki, beyin refresh olsun insanın insana qarşı. Arıqladım, hə? Yo. Özümə niyə təsəlli verirəm ki, deyilə bir ki, məni aparmayıblar. İstəmirəm deyə məni aparmayıblar. Əslində elədir. Benim göz yaşımı görmeyeceksiniz. Talih oyunlara atacak senin. Günahın göylere çatacak senin. Günahın göylere çatacak senin. Benim göz yaşımı görmeyeceksin. O günahın gözüne bakıp ağlasın. İşlemeyene pepe yoktu. Mənim sizə bir sözüm var. Bayaq Zaurla TikTok canlı yayım açanda da dedim ki, mütləq o fikri bugün çatdırmalıyam sizə. Amma Davud mənə deyir ki, mama keç o tərəfə sözümü deyim. Yaxşı, gələ, sözümü deyim. Sen git. Görün taraf. Mama tıklamayın, atamı tıklayın. Atanı tıklayın, ancak atanı. Mamalıyor hiç vaxt, mama tıklamayın. Ancak atanı her yerde. Ne vaxt görsəz, atanı tıklayın. Şat dedim. Dedim. Nə deyirdin sən? Dedim. Mən baxa bilərəm. Yox. İndi icazə ver, mən sözümü deyim. Xahiş edirəm. Demək, bugün Bodruma getdik, şəhərə getdik. Küləyin bilmirəm səsindən eşidə bilirsiniz ya yox. İcazə ver, mən sözümü deyim. Xahiş edirəm. Demək, bugün Bodruma getdik, şəhərə getdik. Küləyin bilmirəm səsindən eşidə bilirsiniz ya yox. Çatan kimi əsl Azərbaycanlı da hara çatdıqsa birinci yemək. Davud dedi ki, acımışam, elə təzə düşmüşdük maşından. Oturduq bir restoranda. Sifarişi verəndə bizə bir oğlan yaxınlaşdı. Tanıdım sizi, bəs səhifənizi izləyirəm. Hətta dünən sizin yoldaşınızın Zaur bəyin videosu da çıxıb qarşıma. Dedim, hansı video? Açdım Instagramı. Dedi, baba bu elə ilk video, ən son paylaşdığımız video. Bəs heç mən düşünməzdim də, siz gəldiniz, çıxdınız. Dedim, bəs siz hardansınız? Dedi, Təbrizdən, elə sənə başınızı ağrıdım. Bu belə. Sonra gəldik liman tərəfə, Bodrumda liman tərəfə və istəyirdik bir gəmi turu edək. Sadəcə vaxtımız az idi, daha qısa bir tur seçmək istəyirdim. Gördüm bir bəy yaxınlaşdı, o da belə cavan oğlan idi, 20-22 yaşında. Gördüm belə əlində 2 dənə telefon, Davud getmə, düşərsən baseynə. Salam Günay xanım, belə elədi. Bilmədim, bizim Azərbaycanlımız idi, daha çox mən Türkə bənzətdim. Bəs videonu göstərdi ki, nə qədər insan bugün bizə yaxınlaşıb. Sonra yenə biz oturduq bir çay içək, icazə ver, mən sözümü deyim, xahiş edirəm. Demək, bugün Bodruma getdik, şəhərə getdik. Küləyin bilmirəm səsindən eşidə bilirsiniz ya yox. Çatan kimi əsl Azərbaycanlı da hara çatdıqsa birinci yemək. Davud dedi ki, acımışam, elə təzə düşmüşdük maşından. Oturduq bir restoranda.
sifarişi verəndə bizə bir oğlan yaxınlaşdı. Tanıdım sizi, bəs səhifənizi izləyirəm. Hətta dünən sizin yoldaşınızın Zaur bəyin videosu da çıxıb qarşıma. Dedim hansı video? Açdım Instagramı. Dedi baba bu elə ilk video, ən son paylaşdığımız video. Bəs heç mən düşünməzdim də siz gəldiniz çıxdınız. Dedim bəs siz hardansınız? Dedi Təbrizdən. Elə sənə başınızı ağrıdım. Bu belə. Sonra gəldik liman tərəfə, Bodrumda liman tərəfə və istəyirdik bir gəmi turu edək. Sadəcə vaxtımız az idi, daha qısa bir tur seçmək istəyirdim. Gördüm bir bəy yaxınlaşdı, o da belə cavan oğlan idi, 20-22 yaşında. Gördüm belə əlində 2 dənə telefon, Davud getmə, düşərsən baseynə. Salam Günay xanım, belə elədi. Da bilmədim, bizim Azərbaycanlımız idi, daha çox mən Türkə bənzətdim. Bəs videonu göstərdi ki, nə qədər insan bugün bizə yaxınlaşıb. Sonra yenə biz oturduq bir çay içək, dəhşət isti var idi şəhərdə. Oturduq bir çay içək. Yenə bir Türkmən bəy, hansı ki sifarişləri qəbul edirdi, tanıdı bizi. Dedi mən sizin çoxdan ki izləyicinizi, Türkmənistanda sizi çox sevirlər. Bugün neçə nəfər yaxınlaşır, başqa ölkələrdən və sizi izləyirik, sizi tanıyırıq. Bu videomuza baxmışıq, bunu izləyirik, izləməmizdəsiz. Hətta biri göstərdi mənə ki, bax sizi izləyirəm. Yəni, dünya necə qloballaşıb. Artıq bizim paylaşdığımız bir video dünyanın başqa bir yerində, başqa bir insanın əlində, başqa bir vətəndaşın, millətin əlində olur. Yəni bəzən insan bunu unudur, amma bugün bütün bu mənə yaxınlaşan insanlar bilmirəm, Allahın bəlkə də bir işarəsi idi. Bilmirəm bunu necə qəbul eləmək olar ki, bizim saat hardasa 3-də biz Bodrumdaydıq. 4 saat oldu gəzintimiz. Qayıtdıq otelimizə. 7-də çıxdıq da artıq oradan. 7-8 işləyirdi. Və bu 4 saat ərzində bu qədər fərqli millətlər, fərqli insanlar, fərqli peşə sahibləri və hər biri də deyir ki, biz sizi tanıyırıq, biz sizin səhifənizi izləyirik. Yəni bir Azərbaycanlı olsaydı, başqa ölkədə yaşayan, deyərdim ki, öz Azərbaycanlımızdır. Bir də var başqa millət səni tanıyır. Bu o deməkdir ki, Uca bir bax oğlum mən nə demişəm? baxaq uca sən nə demisən? Mən indi videonu saxlayanda baxacaq görüm sən nə demisən. Can, imkan vermə mən sözümü deyim. İmkan vermə mən sözümü deyim. Bax, deyəcəm səni. Bax belə, hava əməlli vaxtı sərindir. Çıxın qapalı. Mən əməllicə üşüdüm. Soyuqdur, hava 22 dərəcə, 23 dərəcə olar. Nə demisən sən orada? De də, indi də görüm. Nə demisən? Videoda aldım baxa bilərim. O kimə aid sözdür ki? Bilmirəm. Bu fərqlidən gəlmə xoşlanmalardan. Sən yerlər. Sən papaya çıx. Deyim, canım. Daha az qaldı. Düşdü papağın. Yəni sonra insan anlayır ki, məsafələrin o qədər də əhəmiyyəti yoxdur. Davud imkan vermir sözünü deməyə. Gözəl oğlan. Deyir, bax gör mən nə paylaşmışam. Tamam. Mən videomda indi mən bu məsafələrin o qədər də əhəmiyyəti yoxdur. Davud imkan vermir sözünü deməyə. Gözəl oğlan. Deyir, bax gör mən nə paylaşmışam. Tamam. Mən videomda indi mən bu sən dediyini yerləşdirməliyəm, yoxsa necə? Paylaşım sən dediyini. Hə. Tamam. Bugün bu fikirləri sizə çatdırmasaydım, bilmirəm də tam o ürəyimi boşalda bildim ya yox, amma belə qəribə hisslər yaşadım doğrudan da. Bundan əvvəl də belə hallar olmuşdu, amma yəni bu qədər fərqli millətlər və çox qısa zaman kəsiyində bu qədər insanın yaxınlaşıb biz sizi izləyirik. Biz sizin filan videomuzu çox bəyəndik. Biz sizi izləməyə aldıq. Bəs bizdə filan kəslər də sizi izləyir. Nə bilim anam sizə baxır, qardaşım sizi izləyir. Bacım sizə baxır. Yəni bu tam başqa hisslər idi. Təşəkkür edirəm bütün yaxınlaşan insanlara, bizi izləyən hər kəsə, bax sizə də hal-hazırda bu storyini canlı deyəcəkdim. Bu storyini izləyən hər birinizə minnətdaram.